Bugün sizinlə müəllimlərin işə qəbulu imtahanları haqqında və Elm və Təhsil Nazirliyinin fəaliyyəti haqqında ümumi bir dəyərləndirmə edəcəm və xahiş edirəm ki, videonu izləyərkən kanalıma abunə olmağı, bəyəndinizsə like qoymağı və fikirlərinizi bildirməyi unutmayın. Bu yaxınlarda mən hətta deyərdim ki, bir neçə həftə bundan öncə mən bir daha bu mövzuya qayıtmışdım. Daha doğrusu onda MİQ imtahanları yox, yəni müəllimlərin işə qəbul imtahanları yox, sertifikasiya imtahanları idi, müəllimlərin sertifikasiya imtahanı və o haqda fikir bildirmişdim. Bunu öndə əvvəl ona görə xüsusi olaraq qeyd edirəm ki, kimsə düşünməsin ki, şəxsi qərəzlik var və yaxud da ki, mən sistematik olaraq hər hansısa bir dövlət orqanı haqqında, onun fəaliyyəti haqqında danışıram. Xeyr, sadəcə olaraq gündəmə uyğun olaraq həmin videonu mən danışarkən sertifikasiya imtahanları mərhələsi idi və indi də müəllimlərin işə qəbul imtahanı mərhələsidir. Yəni məsələ sadəcə budur. Bu sadəcə gündəmdəki hadisələrin ümumi dəyərləndirmədir mənim şəxsi fikirlərim kontekstində və həm də siyasi kontekstdə. Keçək imtahanlara. Bildiyiniz kimi mən artıq son günlər sosial şəbəkələrdə bir çox müəllimlərin etiraz yönlü videolarını görürəm. Yəni narazı yöndə onlar fikirlər səsləndirirlər ki, sistemdə müəyyən problemlər olub. Biz bildiyimiz kimi bu il ilk dəfə olaraq belə bir qərar verildi ki, MİQ imtahanları ilk dəfə yox, yəni sonrakı dönəmlərdə yenidən imtahanlara daxil olan kəslər üçün, müəllim işləyən kəslər üçün və yaxud da ki, hal-hazırda rəsmi olaraq işsiz olan kəslər üçün müəllimlərin işə qəbulu imtahanı ödənişli əsaslarla olacaq və təbii ki, istisnalar barədə ilk dəfə bu imtahana gedən şəxslər və müharibə veteranı olan şəxslər, şəhid ailələri və digər ünvanlı sosial yardım alan ailələr kateqoriyasında daxil olan şəxslər ödənişsiz formada imtahana girməli idilər və üzə çıxdı ki, bir çox problemlər olub sistemdə və bəzi insanlar, hansı ki, onlar bu kateqoriyaya daxil idi, onlar ödənişdən azad olunan kəslərdən ödənişli formada müraciət gəlmişdi, onlara cavab gəlmişdi daha doğrusu. Bəzi kəslər isə ödənişli əsaslarla imtahana gedəsi olan kəslərə isə əksinə ödənişsiz bir cavab gəlmişdi ki, yəni siz imtahanda ödənişsiz formada iştirak edə bilərsiniz. İndi bunu hardasa anlamaq olar. Təbii ki, bu da bir problemdir. Bir dövlət orqanı, xüsusilə də Elm və Təhsil Naziri kimi bir ölkənin taleyində xüsusi rola, xüsusi bir önəmə malik olan bir nazirliyin keçirtdiyi imtahanda və yaxud da ki, onların düzü qoşduğu bir sistemdə bu cür nöqsanlara yol verilməməli idi. Amma yol verildi, hər halda bunu mən deyərdim ki, necəsə anlayışla qarşılamaq olar, qəbul etmək olar. İlk dəfə idi ən azından və ümid edirəm ki, inanmaq istəyirəm ki, növbəti illərdə bu cür hallar yaşanmayacaq. Bunu ilk dəfəyə, necə deyərlər, keçək məsələnin ikinci hissəsinə. Yəni, imtahanların keçirilmə məsələsinə. İmtahanların keçirilməsi öncədən deyilmişdi ki, iyul ayının 4-dən sonra başlayacaq. Amma hələ də başlanılmayıb və dünən artıq yayıldı rəsmi formada nazirlik tərəfindən ki, ayın səhv etmirəmsə 14-dən etibarən başlanacaq. İlk növbədə bu gün aralığı çox az qalmış imtahanların elan edilməsi mən düşünürəm ki, müəllimlərə qarşı bir ədalətsizlikdir. Çünki insanların müəyyən bir planları ola bilər. Ən azından imtahandan bir 20 gün ən azından, yəni 3 həftə öncə və yaxud da ki, elə 1 ay öncə müxtəlif ixtisaslar üzrə imtahan günləri müəyyən olunmalı və elan edilməlidir ki, bəzi insanların xəstəsi ola bilər, bəzi insanlar ailə qurmuş insanlar ola bilər ki, müxtəlif insanların fərqi yoxdur, bunu uzatmağa ehtiyac yoxdur. Yəni, insanların öz planları ola bilər. Siz imtahana 4 gün qalmış necə elan verə bilərsiniz ki, sizin ixtisas fənniniz ayın 14-ü məsələn imtahan keçir. Aydındır, hamı özünü hazırlayıb zaten ki, iyul ayı müəllimlərin işə qəbulu imtahanı ayıdır, necə deyərlər. Amma siz nazirlik olaraq üzərinizə düşən öhdəlik budur ki, imtahan gününü öncədən təyin edəsiniz. İmtahan gününü öncədən təyin edib və bunun vaxtında elan edilməsi lazımdır. Bir daha təkrar edirəm. Təbii ki, bütün müəllimlər zaten onlara aydındır ki, iyul ayında müəllimlərin işə qəbulu imtahanları keçirilir. Aşağı yuxarı bir gün, 3 gün fərqi ilə zaten insanlar buna hazırlaşırlar. Amma yenə də siz öz üzərinizə düşən vəzifənizi doğru dürüst icra etməlisiniz. Sistem qurdunuz, sistemdə problem oldu. Maliyyə köçürmə məsələsində problem oldu. Bunu da başa düşdük ki, birinci ildir. Amma siz ilk dəfə deyil axı müəllimlərin işə qəbul imtahanını keçirirsiniz.
Düz bu maliyyə məsələsi qəbul olunan vaxt qərar bu ilin yəni əvvəllərində siz artıq həmin vaxtdan bu sistem üzərində çalışmalıydınız. Bilmirəm, bəlkə də həmin vaxtdan çalışırdınızsa 6 aydan daha çox az qala və yaxud da ki 6 aya yaxın müddətdə bu sistem nə çətin bir iş idi ki, doğru dürüst bunu siz əmələ gətirə bilmədiniz və bu gün biz sosial şəbəkələrdə görürük. Müəllimlər haqlı olaraq narazıdırlar bundan. Haqlıdırlar, son dərəcə haqlıdırlar. Amma yenə də mən qeyd edirəm ki, bunu birinci il olduğuna görə necəsə keçmək olar, necəsə anlayışla qarşılamaq olar və təkrarən ümid edək növbəti illərdən bu olmayacaq. Müəllimlərə isə onların müəllimlərin işə qəbul imtahanında uğurlar arzu edirəm. Təbii ki, hər bir ixtisası bitirən kəs ümid edir ki, çox böyük güclə, həvəslə hazırlaşır ki, o gedib yüksək bal yığsın və istədiyi məktəblərin birinə qəbul olub, işlə təmin olsun. Onsuz da Azərbaycanda bugün biz fikir veririk ki, 40-50 min arası insan imtahanlara hazırlaşır, amma onlar neçə min yer uğrunda mübarizə aparır və təbii ki, böyük bir əksəriyyəti müəllimlərin bu yer seçimi məsələsində yenidən işsiz qalma ehtimalları çox yüksəkdir. Biz tez bir zamanda bunun da bir həll yolunu tapmalıyıq. Doğrudur, son illərdə artıq universitetlərdə bəzi ixtisas sayılarında kəskin aşağı salınma gedir. Bu doğru bir addımdır. Çünki siz hər universitet az qala 100 dənə, məsələn, götürək bir fizika müəllimi buraxırsa hər il məzun və bu demək deyil ki, hər il 100 fizika müəlliminə və yaxud da ki, kimya müəlliminə ehtiyac var Azərbaycan üzrə məktəblərdə. Təbii ki, bu nəzərə alınmalıdır. Tələb, təklif, kadra nə qədər tələb var və təklif olunan kadr nə qədərdir? Bu təklif olunan kadrın ən yaxşıları neçə faizdir? Təbii ki, hər bir ixtisası bitirən biz elə 100% nəticə ilə o gedib mütləq imtahana girib müəllim işləməyi arzulamır. Elə insan var ki, universitetini bitirir, magistr hazırlaşır, elə insan var ki, universitetini bitirir, ümumiyyətlə müəyyən müddət işləmək istəmir və yaxud da ki, başqa bir sahəyə yönəlir və yaxud da ki, xaricə gedir. Xüsusilə son illər xaricə gedənlərin sayı artıb. Bunu nəzərə almalıyıq. Təbii ki, bu nisbətlər hamısı çıxdıqdan sonra yenə də tələb təklif məsələsi dəyərləndirilməli və universitetlərdə ixtisas yer açılanda bunlar hamısı nəzərə alınmalıdır ki, sonraki illərdə bu dövlət üzərində böyük bir yük kimi düşüb qalmasın. Çünki nə qədər təhsilli insanlar işsiz qalırsa, bu dövlət üçün çox böyük bir problemə gətirib çıxarır. Həm iqtisadi problemə gətirib çıxarır, həm ölkədən sürətli beyin axını müşahidə olunur, həm də bu problemin fonunda. İndi isə keçək biz Təhsil Naziri haqqında mən bir neçə cümlə ilə qeyd etmək istəyirəm. Öncə onu deyim ki, mən Azərbaycan daxilində, bu dəqiqə Azərbaycanda vəzifədə olan dövlət məmurları arasında nisbətən təbii ki, digərləri ilə müqayisədə mənim bir qədər dəstəklədiyim və yaxud da ki, mənim inandığım dövlət məmurlardan biri hazırki Təhsil Naziri Emin Əmrullayevdir. Və mən belə düşünürəm ki, təbii ki, bu mənim şəxsi gəldiyim qənaət və düşüncəmdir. Mən belə düşünürəm ki, Emin Əmrullayev nələrsə etmək istəyir ən azından və nələrsə də edir. Ümumiyyətlə, son illərdə Azərbaycan universitetlərində biz görürük ki, kadr dəyişiklikləri sürətlə gedir. Azərbaycan universitetlərində əvvəlki kimi rüşvət və korrupsiya halları artıq çox deyil. Təbii ki, Azərbaycanda elə bir siyasi sistemdir ki, bütün hallarda, ümumiyyətlə, bütün yerlərdə mən deyərdim ki, mən belə düşünürəm ki, rüşvət var. Az, çox bu var. Amma əvvəlki dönəmlərə nisbətən, məsələn, bir 10 il bundan öncəyə nisbətən, 8 il bundan öncəyə nisbətən ki, o bazar bir dövrü deyil artıq Azərbaycan universitetlərində. Bu mənim şəxsi müşahidələridir. Bəlkə də yanılıram. Əgər yanılıramsa, məsələn, rəylərdə yaza bilərsiniz ki, filan universitetdə biz bilirik ki, bu qədər açıq bazarda. Amma əvvəl ümumiyyətlə adla tanınırdı universitetlər və orada olan bazar dövrlər. 60 manat idi imtahanların qiyməti. Hələ endirim də olunurdu bəzi hallarda danışıq əsasında. Və yaxud da ki, bəzi müəllimlər qiyməti süni olaraq artırırdılar və s. və ilaxır bu cür problemlər çox olur. Təbii ki, indi də universitetlərdə tapşırıqlar ola bilər. İndi də universitetdə kiminsə zəngi ilə hansısa bir tələbənin imtahandan keçirilməsi və yaxud da ona güzəştlərin edilməsi hallarında biz rast gələ bilərik. Biz bu ölkədə yaşayırıq və ölkəmizdə ədalətin hansı qədər artıq, nə qədər aşağı düşdüyünü biz görə bilirik. Amma ümumi fonda mən bir daha qeyd etmək istəyirəm ki, son illərdə Azərbaycan təhsilində inkişaf var. Amma bu yetərincədirmi?
Amma bu qənaətbəxşdir, bu inkişaf tendensiyası. Mən deyərdim ki, yox. Təbii ki, bu yoxun da özünün obyektiv və subyektiv səbəbləri var. Azərbaycan hökumət nazirlərini təbii ki, hakim partiya təyin edir. Yəni Azərbaycan partiyası, onun sədri prezident təyin edir və heç bir dövlət məmuru, istər nazir olsun, istər nazir müavini olsun, fərqi yoxdur. Elə götürək nazirləri. Onlar dövlətin, hakim partiyanın qurduğu və quruduğu siyasi sistemdən kənar hər hansısa bir addım atmaq iqtidarında deyillər. Bir mənalı olar. Ona görə də Azərbaycanda biz hər hansısa bir sahənin inkişafından danışanda, o inkişafın tendensiyasından, sürət tempindən danışanda biz bunları obyektiv dəyərləndirməliyik. Məsələn, Təhsil Naziri nəyisə bütövlükdə həll etmək istəyirsə, öncə bunun üçün siyasi iradə olmalıdır. Bu doğrudurmu? Xeyr. Təbii ki, mən bundan razı deyiləm əslində. Bu belə olmamalıdır. Hər bir sahənin məmur dövlət tərəfindən təyin olunmuş, tutaq ki, nazir tam yetki sahibi olmalıdır ki, o orada müəyyən açılımlar etsin, müəyyən islahatlar etsin və inkişafı təmin etsin. Amma biz, yenə təkrar edirəm, biz hansı ölkədə yaşadığımızın fərqindəyik və biz bu ölkədə bu işlərin necə getdiyinin də fərqindəyik. Ona görə də məncə bizim heç birimizə burada sual olmamalıdır ki, niyə Azərbaycan məktəblərində bugün bu qədər problem var? Niyə Azərbaycan universitetlərində hələ də problem var? Niyə Azərbaycan elmində bu qədər problem var? Müəllimin maaşı məsələn niyə yetərincə artmır? Niyə sertifikasiyalı imtahanında o qədər çətin keçirilir? Və yaxud da ki, niyə müəllimlərin işə qəbulu imtahanı bu qədər çətin keçirilir? Ona görə o qədər çətin keçirilir ki, yüksək bal yığanlar az olsun. Yüksək bal yığanların az olması da bu deməkdir ki, ən azından statistika olaraq bəlli kəslərin əlinə bir data gəlir, məsələn, dövlət məmurlarının əlinə ki, hə, bu qədər müəllim yüksək nəticə göstərdi və onlar işlə təmin olundular. Amma MİQ imtahanlarında heç də 90 bal yığmaq, 78 bal yığmaq və yaxud da ki, 50 bal yığmaq ayıb deyil. Yəni 50 bal yığmaq o demək deyil ki, mən 90 bal yığandan daha savadsızam. Bu savadsız olmaq, savadsız müəllim olmaq, yetərincə pedaqoji bacarıqları olmayan müəllim olmaq demək deyil əslində. MİQ imtahanlarında 50-60 bal arası yığmaq və s. və ilaxır. Ona görə də biz bunların hamısını doğru, mən düşünürəm ki, dəyərləndirməliyik. Və hər şey burada sistematikdir.